Həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava dərmandan da güclü təsir göstərir. Həkim xəstənin ən doğma adamıdır. Akademik Zərifə Əliyeva. Yer üzündə elə insanlar var ki, onların varlığı qədər yoxluğu da böyük məna kəsb edər. Aradan nə qədər uzun bir zaman keçsə belə, nə xatirələri, nə də özü unudulmaz. Görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb bilimləri doktoru, professor, əziz və sevimli Zərifə Əliyeva kimi. Heç bir mübaliğəsiz Zərifə Əliyeva dünyanın ən güclü və müdrik qadınları siyahısında adı olan xanımlardandır. Onun sürdüyü ömür, insanların sağlamlığı naminə göstərdiyi xidmətlər hər zaman bütün Azərbaycanlıların qəlbində yaşayıb və yaşayır. Dəyərli alim, ziyalı, cəfakeş, qayğıkeş ana, unudulmaz insan Zərifə Əliyeva. Zərifə xanım öz peşəsinin fitri istedadlı, novator alimlərindən idi. Minlərlə insana sağlamlıq, işıq bəxş etmişdi. Bugünə qədər də onun adı çəkiləndə hər kəsin gözündə sevgi və işıq parlayır. Bu sevgini Zərifə xanım öz xeyirxahlığı, necibliyi, insanlara olan təmənnasız qayğısı ilə qazanmışdı. Onun tibbi və pedaqoji fəaliyyəti, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə yazılan ən gözəl səhifələrdəndir. Oftalmologiya sahəsində çox profilli tədqiqatlar aparan akademik Zərifə Əliyeva həm də fədakar həkim idi. Bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edən dəyərli alim Zərifə Əliyeva keçmiş SSR-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSR Tibb Elmləri Akademiyasının Averbach adına mükafatına layiq görülmüşdü. Zərifə xanım Əliyeva nadir sahə olan iridodiagnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair 2 monoqrafiya hazırlamışdı. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiagnostikaya aid kitabları ilk dəfə məhz Zərifə xanım Əliyeva yazıb. Zərifə xanım həm də dünya liderlərinin ön sıralarında gedən, əvəzsiz və unudulmaz düha Heydər Əliyevin ömürgün yoldaşı idi. Zərifə xanımı xatırlamaq üçün, bəlkə mənim üçün daha da təsirlidir. Çünki Zərifə xanım mənim həyat yoldaşımdır. Və bəlkə də mənim qədər onu tanıyan, mənim qədər onu hiss edən adam olmayıbdır. Hətta onun valideynləri də bəlkə onu təbiidir ki, bəsləyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən ondan həyat qurandan sonra bircə yaşadığımız evrində təbiidir ki, mənim fikirlərim bütün onun haqqında deyilənlərdən daha da genişdir. Onlar tanış olanda təhlükəsizlik xidməti zabiti Heydər Əliyevin şəxsi həyatı da dövlət nəzarətində idi. Zərifə xanımın atası Əziz Əliyevin 1949-cu ildə Moskvaya Mərkəzi Komitəyə rəhbər işə aparılması Mircəfər Bağırovun qısqanclığına səbəb olur və Əziz Əliyev millətçilikdə, sosial mənşəyini gizlətməkdə ittiham olunur. Ona tezliklə partiya töhməti verib kiçik bir vəzifəyə keçirirlər.
Beləcə, Heydər Əliyevlə Zərifə xanımın sevgiləri taleyin minbir sınağından keçdi. Sovet rəhbərliyinin bəlli qadağaları belə onları ayıra bilmədi. Bütün baş verənlərə dəyanətlə sinə gərərək həyat yollarını bərabər yürüdülər. Onlar Tanrının xeyir duası ilə bərabərcə gözəl, sevgi dolu ömür yaşadılar. Ulu öndər Heydər Əliyevin sədaqətli ömürgün yoldaşı Zərifə xanım, mehriban ailə başçısının, qüdrətli dövlət xadiminin mənsub olduğu xalqı işıqlı ideyalara qovuşturmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq oldu. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan öz doğmalarını öz qəlbində yaşadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Parlaq, işıqlı göz həkimi, əsl ziyalı, əvəzsiz Zərifə Əliyevanı sevgi və minnətdarlıqla hər zaman anırıq.